Mən başlayıram. Mənim konsertim də 29 may. Nə deyim? İnşallah bilirsiniz ki, hazırlaşıram konsertə. Yüksək enerji ilə hazırlaşıram. Artıq 20 il öncə oxuduğum mahnıları, 15 il öncə oxuduğum mahnıları hazırlamışam. Konsertə təqdim eləyəcəm. Bilirəm ki, dinləyicilər mahnılar üçün çox darıxıblar. Mən də ürəklə. Bizim işimiz oxumaqdır. Dinləyicilərin də işləri bizi sevmək, bizi dinləmək. Konsertdə duet olacaq. Duet olacaq. Yox, açıqlaya bilmərəm, amma duet olacaq. Amma solo mahnılarımız bir 19-18 mahnıdan ibarət repertuarımız var. Hamısı da bir-birindən rəngarəng. Elə bil ki, o şipşirin deyənlərdən mən həmişə belə dalaşmaqda olmuşam da, savaşda olmuşam. Yaxşı mənada. Niyə? Çünki adam böyüyür, müəyyən yaşına gəlib çatır və o yaşda sənə şipşirin, elə bil ki, sanki ay Allah şipşirin belə düz gəlmir də, bu saqqallımdan biraz da üstündən deyək ki, zaman keçəndən sonra artıq verilişdir. Əslində məni qıcıqlandıran bilirsiniz nə idi? Aparıcıların düzgün təqdim etməməsi. Yəni şipşirin deyə bilərdilər, Elçin şipşirin deyə bilərdilər, amma o qədər ki onu abartdılar, belə bal kimi, nə bilim, şipşirin, çox şirtlər də, o iyrəndirdi biraz mənə, yəni. Ona görə də acığıma gəlirdi. Amma gördüm ki, bu mümkünsüzdür. Yəni, kim nə demək istəyir qoy desin. Yəqin ki, nəsə tapıblar da, deyirlər. Mənə görə son bir ildə 3 müğənni var ki, onların ulduzu lap çox parladı. Roza Zərgərlidir, Azad Şabanovdur, bir də sizsiz. İllərdir çalışırsınız. Həyatınızda nə dəyişdi ki, bu il sizin ulduzunuz daha çox parladı və sanki insanlar indi Elçin Cəfərovu daha çox görürlər. Çox əla sualdır. Mən bunu dünən fikirləşirdim. Bu bilirsiniz necədir? İnsan özünü sevməyə başlayanda, özünü tapanda, mən özümə görə deyirəm. İnsan özünü sevməyə başlayanda, özünə dəyər verməyə başlayanda, təbii ki, dəyər verir. Allah bizi dəyərli yaradıbsa, biz dəyər verməliyik özümüzə. Amma sevməyə başlayanda özünü, onda artıq sənin yolun da açılır, sənin üzün də gülür, aurandan o hiss olunur. Saçım belə, yəni mən saçımı daramıram artıq. Yəni mən saçımın üstündə belə dənə-dənə işləyən adam idim. Amma saçımı yuyuram, çıxıram və çox rahat, özgüvən. Yəni bunlar hamısı özünü sevəndə olur. Yəni, bax ondan yarana bilər. Mən də ondan yaranıb yəni. Bəs necə oldu ki, özünüzü sevməyə indi başladınız? Nə dəyişdi? Əslində əvvəl həmişə sevmişəm özümü. Olur da, yəni bu şeylər ki, mən biraz fədakar insanam deyənə, xasiyyət olaraq. Ona görə bu şeylər biraz insanı qoruyucu bir şey keçirəndə, yanımda kim olursa, sanki mən onu qorumalıyam, mən ona, nə bilim, yanında olmalıyam filan, bu şeylərim var deyənə. Artıq evdə mən deyəndə ki, öz ailəmə birinci. Mən elə gəlir ki, oradan başlamalıdır hər şey. Öz ailəmə dedim ki, artıq mən özümü düşünmək istəyirəm, xahiş edirəm, mənə dəstək olun, mənim yanımda olun. Mən bir söz deyəndə ona mənfi bir şey deməyin. Əksinə dəstək olun. Mən səhv düşünsəm belə mənə dəstək olun. Artıq mən onu hiss edirəm ki, nəsə olacaq. Ən tərəzi bürcü xarakteriniz. Ən tərəzi bürcü. Mən ən tərəziyəm. Ən tərəziyəm və yaxşı xüsusiyyətlər var. Tərəzi çox gözəl bürcdür. Gözəllik aşiqidir. Ondan gözəl nə ola bilər ki? Amma bir şeylər var idi ki, onlar məni çox gecikdirirdi, narahat eləyirdi. Qərarsızlıq məni çox dala atırdı və mükəmməliyyətçilik. O qərarsızlıq da mükəmməliyyətçilikdən yaranan qərarsızlıq. O adamı çətin bir hala salır. O sənin mahnında da, sənin bir qərar verməyi düşünməyində, nə bilim, kiməsə nəsə deməlisən, onu 100 dəfə fikirləşsən, artıq o sözün dəyəri qalmır, o adam da çıxıb gedir. Yəni bu hallarla rastlaşırdım, o mənə biraz çətinlik verirdi. Elza xanımla münasibətlər necədir? O son açıqlamanız oldu, o da paylaşım etdi. Bəli, Elza xanımdan pis ola bilməz bizim münasibətimiz. Sadəcə olaraq o verilişdə ki, biraz
elə şeylər var ki, məni doğrudan qıcıqlandırır da. Mən onu deməsəm alınmır. Sanki özümü elə hiss eləyirəm. Amma Elza xanım bizim ürəyimizdə, bizim canımızda, bizim gözəl musiqiçi xanımımızdır, bəstəkardır. Nə bilim, gözəl, fövqəladə bir insandır da, onu hamı bilir. Onu sevməmək mümkün deyil.